Demək topluğu 2025-in çevrə mövzusunu izah edirəm. Demək birinci sual necədir? Birinci sualda verib B bucağı 62 dərəcədir. B bucağı 62 dərəcədir. Soruşur AC 10-u tapın. AC 10-u soruşur. A'dan C-yə parça vətər endirildi. Vətər çəkdi. Bizdə bu arada qalan parçanı soruşur. Birinci bilirik ki, OB-də radiusdur, OC-də radiusdur. Radiusdur və bu üçbucaq necə üçbucaq olacaq? Bərabər yanlı. Bura 62-dirsə, bu hissəsi də 62 olacaq. Çünki bu da radiusdur, bu da radiusdur. 62. Şəkildə gördüyümüz ABC üçbucağı düzbucaqlı üçbucaqdır və bunun AB tərəfi çevrənin diametridir. Onda C təpəsindəki bucaq 90 dərəcədir. 62 dərəcə bura olduğu üçün bu axtarılan bucaq x ilə 62-nin cəmi bizə verməlidir 90 dərəcə. Oradan çıxır ki, x bərabərdir 90 dərəcədən çıxırsan 62 dərəcə. O da cavab verir 28 dərəcə. Oldu 28 dərəcə. Demək tapdıq bu bucaq 28 dərəcə. Keçirəm növbətiyə. Konsentrik çevrələr hansı çevrələr idi? Mərkəzləri eyni olan iki çevrə konsentrik çevrə adlanır. Bir çevrəni belə çəkmişəm. Biri də onun daxilindədir. Yəni, mərkəzləri eynidir. Halqa deyəndə bunu nəzərdə tuturam. Halqanın qalınlığı böyük dairənin radiusundan balaca dairənin radiusunu çıxanda alınır. Radiusların nisbəti 7 ilə 4-ə nisbətidir. Demək, böyük çevrənin radiusunu 7x qəbul eləsəm, kiçik çevrənin radiusu olacaq 4x. Bunların fərqi, yəni 7x çıxılsın 4x bərabər olur nəyə? Bərabər olur 3x-ə. Demək, bu halqanın qalınlığı 3x-dir. Digər tərəfdən ölçü olaraq verib 6 cm-dir. Həmin 3x-i bərabər eləm 6-ya. Çıxır ki, x bərabərdir 2-dir. Kiçik çevrənin radiusunu isə biz 4x qəbul eləməmişdik. X-i də 4-ə vurursan, kiçik yer bərabər olur 8-ə. Bu da eləyir cavab Y-bəndi. Eyni tapşırıq üçüncüdə də eyni qayda ilə alınır. Dördüncü tapşırıqdır. Ən böyük vətərin uzunluğu, ən böyük vətər çevrənin diametridir. Düzdür? Çevrədir. Çevrənin ən böyük vətəri çevrənin diametrinə deyilir. Mərkəzdən keçən vətərdir. Uzunluğu bu olan ən böyük vətər uzunluğu 12 cm-dir. Çevrənin radiusu. Diametri 12-dirsə, diametr də 2 dənə yerə bərabərdir. O da 12-dirsə, radiusu da 6 imiş. Bu da asan bir şeydir. 5-ci tapşırıqda həminki qayda ilə həll olunacaq. Keçirəm 6-cı tapşırığa. Çevrə xaricindəki nöqtədən çevrə üzərindəki ən uzaq məsafə 18 və ən yaxın məsafə isə 4 metr, 4 sm. Yenə də bax, çevrəni çəkirəm. Çevrə xaricində olan nöqtəni götürürəm kənarda. Buradan çevrəyə qədər olan ən qısa məsafə budur. Buranı götürüb 4 sm. Ən uzun məsafəni başqa rənglə çəkirəm. Demək, bu nöqtədən gəlir belə. Ən uzun məsafə 18-dir. Yəni, buradan bura qədər olan məsafə 18-dir. Kənar hissəsi, bu bayırda qalan hissə 4 sm olduğunu bilirəmsə, içərisi nə qədər olacaq? 14 sm. Demək, çevrənin diametri nəyə bərabərdir? 14 sm. Diametr nəyə bərabərdir? 2 dənə böyük yerə. Bərabərsə 14 sm-ə, yer də bərabər olacaq 7 sm. Çevrənin radiusu 7 sm. Eyni qayda ilə 7-ci tapşırıq həll olunur. Keçirəm 8-ci tapşırığa. 8-ci tapşırıqda nə deyir? Çevrənin radiusunun uzunluğunu verib, mərkəzdən AB vətərinə qədər olan məsafəni verib. Bax, gəlin də kiçik çevrəni çəkdiyim bir dənə çevrə. Bu da bizim vətərimiz. Hansı ki, dedi AB vətər. Radiusu verib 7,5. AB vətərinə qədər olan məsafə isə 4,5-dir. 4,5. Burada 7,5-dir. Vətərə qədər olan məsafəni bildirən parça vətərə perpendikulyar olmalıdır. Deməli, burada alınır düzbucaqlı üçbucaq və həmin məsafəni bildirən parça vətəri 2 bərabər hissəyə bölür. Pifaqor teoremasına görə 7,5-in kvadratından çıxıram 4,5-in kvadratı. Tapıram, bu x-in kvadratı.
Bunu müxtəsərlə hesablaya bilərik də. Bir dəfə toplayacaq, bir dəfə çıxacaq. Toplayanda eləyəcək 12, çıxanda da eləyəcək 3. X-in kvadratı 12-nin 3-ə hasilidir. Bu da 36 deməkdir. Demək, X-in özü nəyə bərabər imiş? 3-ə. X kvadratı 36-dırsa, X ilə bərabər imiş, daha doğrusu 6-ya. Bu vətərin yarısı 6-dırsa, bütövlükdə vətər 12 sm olacaq. Vətərin uzunluğunu soruşur. Və bu da rahat misal idi. Çünki biz nəzəri olaraq demişik ki, mərkəzdən vətərə qədər olan məsafə vətəri 2 bərabər hissəyə bölür və həmin vətərə perpendikulyar olur. Bu da eyni qaydadadır. Yoxsa görək, çevrə mərkəzindən bu çevrəyə toxunan düz xəttə qədər olan məsafə budur, çevrənin radiusunu soruşur. Bu da asan bir şeydir də. Ümumiyyətlə, radius çevrəyə çəkilmiş toxunandan gedirsə söhbət, toxunma nöqtəsində çevrəyə, daha doğrusu toxunanın çevrəyə toxunma nöqtəsinə radius endirsən, həmin radius toxunana perpendikulyar olur. Məsafə də həmin perpendikulyarın uzunluğudur. Demək, radius nədirsə, həmin məsafə də olur. Mərkəzdən toxunana qədər olan məsafə radiusa bərabərdir. Bu da rahat tapşırıq idi, asan getdi. Keçirik digər test tapşırığına. Bax burada. 10-cu test nümunəsində nə verir? Demək, radiusu R olan çevrənin A nöqtəsindən AC diametri və AB vətəri çəkilir. Yenə də çevrəni çəkirəm. Çevrənin A nöqtəsidir. A nöqtəsindən AB vətəri və AC diametri çəkilir. Diametrdə bilirik ki, mərkəzdən keçəcək ən böyük vətərdir. AB vətəri çəkilir. AB vətəri radiusun kökaltı 3 mislidir. Diametr radiusun 2 mislidir. Deməli, bu AC vətəri və yaxud diametr 2R, bura isə kök altında 3R-ə bərabərdir. Bizdən soruşur ki, BAC bucağını tapın. Mən bunu buranı birləşdirsəm, B və C nöqtələrini birləşdirsəm vətərlə. Aydındır ki, bu düzbucaqlı üstbucaq olacaq. Çünki çevrənin diametrinə söykəndiyi üçün. İndi bu düzbucaqlı üstbucaqda da bu bucağı tapmaq üçün alfa bucağı. Qayda nədir? Düzbucaqlı üstbucaqda bucağa bitişik katetin hipotenuza nisbəti bucağın kosinusunu verir. Demək, kosinus alfa deyəndə nə başa düşürəm? Həmin o kök altda 3R-in çevrənin diametrinə, yəni 2R olan nisbəti başa düşürəm. R-lər ixtisar gedir. Qalır kök altda 3 bölünmüş 2. Kosinus alfa kök altda 3 bölü 2-dirsə, alfa nəyə bərabər? Alfa 30 dərəcə olmalıdır. Yəni 30 dərəcədə kosinus alır kök altda 3 bölü 2. Demək, həmin bucaq 30 dərəcəli bucaqdır. Keçirik növbəti testə, 11-ci testə. Burada da şəkili verib, AB vətərinin uzunluğunu verib 6 sm. Bu mərkəzi bucaqda 120 dərəcədir. AB vətərinə qədər olan məsafəni soruşur. Deməli, çevrə mərkəzindən bu vətərə qədər olan məsafəni soruşur. Bu məsafəni bildirən parça həmin vətərə perpendikulyar olub və həmin vətəri 2 bərabər hissəyə bölür. Onda bu hissə 3 sm, bu hissə də 3 sm. Bu qarışmasın deyə altını sildim. Və bu bərabər yanlı üçbucaq olduğundan, çünki bu da çevrənin radiusu, bu da çevrənin radiusu. 120 dərəcəlik bucaq 2 yerə bölünəcək. Bura 60 dərəcə düşəcək. Bura da 60 dərəcə. Və bu düzbucaqlı üçbucaqda nə soruşur bizdən? Həmin bu parçanı soruşur. Bu da 30 dərəcəli bucaq qarşısında duran tərəf olur. Deməli, bax, belə bir düzbucaqlı üçbucaq alınır. Bu məsafə bildirən parça, bu da vətərin yarısı. Bura 3. Bu bucaq 60 dərəcə, bura 30 dərəcə. Deməli, 60 dərəcəli bucaq qarşısındakı tərəf düzbucaqlı üçbucaqda 30 dərəcəli bucağın qarşısındakı tərəfin kök altı 3 mislidir. Demək, x-i kök altı 3-ə vursam 60-ın qarşısındakını alıram. 3-ü. Burada x tapmaq üçün 3-ü bölməliyəm kök altı 3-ə, o da elədir kök altı 3. Demək, bu məsafə bildirən parçanın uzunluğu kök altı 3-dür. Radiusu soruşsa, radiusda nə olacaq? Kök altda 3-ün 2 mislidir. Radiusda 2 kök altda 3. Heç bunu soruşmurdu, sadəcə özünü tapdı. Keçirəm növbəti testə.
Burada nə verib? Deyir ki, çevrə mərkəzindən 6 və 8 sm məsafədə olan vətərlər verir. Demək, AB vətəri buradan çevrənin mərkəzindən bu vətərə qədər olan məsafə 6 sm. Digər vətərə qədər olan məsafə isə 8 sm. Bizdən soruşur ki, çevrənin radiusunu tap. Radius nəyə deyilir? Çevrə mərkəzi ilə çevrə üzərində olan nöqtəni birləşdirən parçaya deyilir. Düzdürmü? Demək, buradan bura bir radius çəkə bilər. Deyirəm, bu R-dir. Burada alınan düzbucaqda qarşı tərəflər bərabərdir. Bura 8-dirsə, bura da 8-dir. Bu da perpendikulyardır buna. Demək, onda radiusu Pifaqor teoreması ilə tapa bilərəm. 8-in kvadratı plus 6-ın kvadratı. Bu eləyər 64, 36, 100, 100-dən də çıxar 10. Demək, çevrənin radiusu bərabərdir 10. Bu cür də tapa bilərik. Başqa cür necə tapa bilərdik? Başqa cür, bunu silirəm. Buradan bura qədər olan məsafə 8-dirsə, bu vətərin uzunluğu 16-dır. Buradan bura qədər olan məsafə 6 sm-dirsə, vətərin uzunluğu 12 sm-dir. S ilə B-ni birləşdirən parçanı çəksəm, 12, 16. Pifaqorla hesablayanda eləyəcək 20. Diametri 20-dirsə, radiusunun yarısı 10 imiş. Şimdi, getdi. Bu cür də eləmək olar. Eyni qayda ilə bundan növbət tapşırıqda əldə etmək olar. 15-ci tapşırıqda. AB qövsünə söykənən, daxilə çəkilmiş bucaq 45 dərəcə. Çevrədir. AB vətərinə söykənən. AB vətəridir. Bu da daxilə çəkilmiş bucaqdır. Bu bucaq 45 dərəcədir. Bucaq 45 dərəcədir. Qövsün dərəcə ölçüsü mərkəzi bucağın dərəcə ölçüsünə deyilir. Daxilə çəkilmiş bucaq 45 dərəcədirsə, mərkəzi bucaq bundan 2 dəfə çox 90 dərəcə olacaq. Deməli, qövsün dərəcə ölçüsü də mərkəzi bucağın dərəcə ölçüsünə deyilir. Tapdıq qövsün dərəcə ölçüsü nə qədərdir? 90 dərəcə. İndi radius da məlumdur. Qövsün dərəcə ölçüsü də məlumdur, uzunluğunu soruşur. Minor qövs deyəndə, yəni kiçiyi nəzərdə tutulur. Major qövs desəydi, bu böyük qövsü. Yəni minoru tapıb bütün çevrənin uzunluğundan çıxmaqla major qövsün uzunluğunu tapmaq olar. İndi çevrənin qövsünün uzunluğunu tapmaq üçün L bərabərdir. Pi R alfa böl 180 dərəcə. Bu bucaqdan istifadə edirəm. 90 dərəcə qoyuram alfanın yerinə. R-in də yerinə qoyuram 6. Olur pi vur olsun. 6 vur 90 dərəcə böl 180 dərəcə. 180 ilə 90 ixtisar gedir. Bu da 2 qalır. 6 pi-ni də 2-yə böləndə 3 pi edir. Deməli, bax bu qövsün, yəni AB vətərinə söykənən qövsün, vətərin gərdiyi qövsün dərəcə ölçüsü uzunluğu 3 pi-yə bərabər. Keçirəm növbəti suala. Növbəti sualda buradan görünür. Bunu silirəm. Gördüyümüz kimi, bax AMB qövsünün və BMC qövsün, BNC qövsünün uzunluqları verilir. Demək, bura 3 pi-dir. Burada 5 pi. Bu da diametrin böldüyü hissədir. Diametr çevrə qövsünü 2 yerə bölür. 3 pi ilə 5 pi nə elədi? 8 pi eləmədi yarım qövsünün uzunluğu. Yəni dairənin yarısı nəyə bərabərdir? 8 pi-yə. İndi dairənin yarısı, daha doğrusu çevrənin yarısı 8 pi-dirsə, bütün çevrə uzunluğu 16 pi-yə bərabərdir. Çevrənin uzunluğunu tutduğunda 2 pi R 16-ya bərabərdirsə, R bərabərdir nəyə? 8. Bizdən də radiusu soruşulur, radius 8-ə bərabər. Eyni qayda ilə 17-ci tapşırıq əldə edilir. Keçirəm növbəti testdə. Bu çevrənin 2 dənə vətər verilib, deməli. Deməli, çevrə verilib. Çevrə verilib. Çevrənin mərkəzindən müxtəlif tərəflərdə uzunluğu 30 və 16 sm olan 2 paralel vətər çəkilir. Demək, vətərlərdən birinin uzunluğu 16-dır, birinin uzunluğu 30 sm. Və bu da çevrənin mərkəzidir. Radius nəyə deyilir? Gəlin, vətərin ucu nöqtəsindən mərkəzə qədər parça çəkin, bu elə radiusdur. Bura oldu 17 sm.
Bu vətərin uzunluğu. Deməli, daha uzun olan vətər mərkəzə daha yaxın olur. Deməli, bura 30 sm olsa, mərkəzdən vətərə qədər olan məsafəni bildirən parça vətərə perpendikulyar olub, vətəri 2 bərabər hissəyə bölür. Vətərin uzunluğu 30 sm olduğundan bura olur 15 sm. 17-nin kvadratından 15-in kvadratını çıxıb tapırıq bu məsafəni. 17-nin kvadratı 289, 15-in kvadratı da 225. Çıxanda elə də 64. Demək, bu məsafənin kvadratı 64-sə, məsafənin özü 8 sm. İndi başqa rəylə digər vətərə qədər olan məsafəyə baxırıq. Deməli, yenə də buradan bura digər vətərin uc nöqtəsindən çevrə mərkəzini birləşdirən parça bu da radiusdur. Bu da 17 sm-dir. İndi bu mərkəzinə qədər, yəni bu vətərin düz orta nöqtəsinə qədər olan məsafəni soruşursa, bu parça vətərə perpendikulyar olub və vətəri 2 bərabər hissəyə bölür. Vətərin uzunluğu 16 sm-dir. Bunun da yarısı nə olacaq? 8 sm. Bura oldu 8 sm. Radius da 17 sm-dirsə, bu məsafəni necə taparam? 17-nin kvadratından çıxıram 8-in kvadratını, 64. Bərabər olar x-in kvadratı. Həmin x-in kvadratı bərabərdir. Bu 289. 64 çıxanda 225 edir. Radius nəyə bərabərdir? 15-ə. Daha doğrusu x 15-ə bərabər. Bu məsafədə 15-dir. İki vətər arasındakı məsafə bu məsafələrin cəmidir. Biri 15, biri 8-dir. 15 ilə 8-in cəmi nəyə bərabərdir? 23-ə bərabər. Verdi deyil. Deməli, mərkəzdən hər iki vətərə qədər olan məsafəni tapıram. Vətərlər mərkəzdən müxtəlif tərəflərdə yerləşsə, o məsafələri cəmləyirəm ki, iki vətər arasındakı məsafəni tapıram. Yox, əgər digər misalda paralel vətərlər seçilir və diametrdən bir tərəfdədir. Və onda da nə edirəm? Yenə də. Tapandan sonra çıxıram. Vətərlərin uzunluqlarını bir-birindən tapıb, daha doğrusu məsafələri tapıb bir-birindən çıxacam. Eyni qayda ilə çevrəni çəkdim. Bu diametrdir və yaxud mərkəzdən keçən. Və vətərin biri burada yerləşsin. Biri bundan biraz daha yuxarıda. Yəni uzun olan çevrə mərkəzinə daha yaxın olur. Gəlin birinci nə edirəm? Birinci gəlin 30 sm məsafəli vətəri tapıram. Bunun mərkəzdən olan məsafəsini tapıram. Yenə də məsafə bildirən parça buna perpendikulyar olub, 12 bərabər hissəyə bölür. Bura 25. Bu 15 olsa, Pifaqorla 25-in kvadratından 15-in kvadratını çıxıram. Bura oldu 20. Məsafənin birini tapdım 20. Keçirəm ikinci məsafəni tapacağım. İkinci məsafəni də tapdım həmin qaydayla. Tapdığım məsafələri bir-birindən çıxacam. Çünki mərkəzdən eyni tərəfdə yerləşdiyinə görə. Keçirəm 20-ci tapşırıq. Bizdə bu BY parçası var. BY parçasının uzunluğunu verib bizə 5 vurulsun kök altında 2 çıx 1. Deyək ki, OB bu kvadratdır və bu kvadratın OB tərəfi A-dır, OD tərəfi də A-dır. Və O-dan C-yə parça çəksəm, bu C nöqtəsi çevrə üzərində, O nöqtəsi də çevrənin mərkəzi olduğuna görə bu çevrənin radiusu sayılır. Kvadratın bütün tərəfləri bərabərdir. Burada A-dır. Pifaqorla hesablasam, düzbucaqlı üçbucaqda. Radius bərabər olacaq nəyə? Kök altda 2A. Bura oldu kök altda 2A. Tapdıq OC bərabərdir kök altda 2A. Eyni qaydayla OY də çevrənin radiusudur. Və o da bərabər olacaq da kök altda 2A. Deməli yazıram. Çevrənin radiusu 1 kök altda 2A-dır. Bir də A üstəgəl həmin bu məsafə. Yəni A üstəgəl nəyə bərabərdir? Deyir buna. 5 vur kök altında 2 minus 1. Götürüb A-nı keçirdən bərabərliyin digər tərəfinə. Və orada da A orta vuruq kimi çıxanda bayrağa çıx 1. A bərabərdir 5 kök altında 2 çıx 1. Kök altında 2 çıx 1-lər gedir ixtisar. A bərabər olur 5. Çevrənin uzunluğunu soruşursa, çevrənin radiusu tapılır. A tapıldı 5 daha doğrusu. Radiusu tapmaq üçün nə edirsən?
5'i vursan kök altı 2'yə olur. 5 kök altı 2. Çevrənin radiusu 5 kök altı 2. Çevrənin uzunluğu nədir? L bərabərdir 2 pi r. R 5 kök altı 2. 2'yə vuranda nə olacaq? 10 kök altı 2 pi. Cavab oldu B variantı. Eyni qayda ilə 21-ci testin məsələ olur. Keçirəm 22-ci testə. 22-ci testdə nə verib? Deməli, çevrənin diametri, yəni RS çevrənin diametridir. İşarə edirəm deyil. Bu vətər də verib 5, vətərin uzunluğunu nə qədər verib? 5D bölünmüş 6. Bu vətərin uzunluğu. İndi nə edirəm? Bu çevrənin mərkəzini qeyd elədim. Mərkəzdən vətərin uc nöqtəsi ilə birləşdirən parça çevrənin radiusu olur. Radius da diametrin yarısıdır, yəni D bölü 2. Yəni burada R-dən asılı deyil də, yəni D-dən asılı ifadə şəklində yazmalıyım. Bu vətərin orta nöqtəsi ilə çevrənin mərkəzini birləşdirən parça vətərdən çevrənin mərkəzindən vətərə qədər olan məsafəni bildirir və buna perpendikulyardır. Onda bu perpendikulyar çəkdiyimiz parça vətəri 2 bərabər hissəyə bölür və bu parça var ha bu. Bax bu. Bu həmin vətərin yarısıdır. Yəni 5D bölünmüş 12-dir. Bax tapdıq buranı. 5D bölü 12. İndi bu x-i tapmaq istəsəm, x nəyə bərabər olur? D bölünsün 2-ni kvadrata yüksəldirəm. Olur D kvadratı böl 4 çıx. Həmin bu məsafəni tapmaq üçün bunu kvadrata yüksəldirəm də bunu çıxıram. Olacaq 25 D-nin kvadratı böl 144. Ortaq məxrəc 144. 144'ü 4'ə böləndə 36 edir. 36 dənə D kvadratından 25 dənə D kvadratını çıxanda 11 dənə D-nin kvadratı alır. Yəni bu bizim x-imizin kvadratıdır. X-in özünü tapmaq üçün bunu kök altına salmalıyam. 144'dən çıxacaq 12, kök altında 11, bu da D. Demə tapdıq bu məsafəni. Fikir verin, P ilə Q, PQ vətərinin uzunluğu UT vətərinin uzunluğuna bərabərdir. Əgər vətərlərin uzunluqları bərabərdirsə, onların mərkəzdən olan məsafələri də bərabərdir. Onda x nədirsə, burada həmin məsafədir. Onda bütöv məsafəni tapmaq üçün nə edirəm? X-i 2-yə vururam. Yəni 5D böl 12-ni bir də 2-yə vururam. Daha doğrusu, tapdığım x-i, daha doğrusu bunu 2-yə vuracam. 2'ye vuranda olacaq kökün altında 11 D böl 6. Demək 2 vətər arasındakı məsafə 11 D bölünmüş 6. Keçirəm növbəti testə. O da yəqin eyni qayda. Eyni qayda ilə həll. Vətərlər bərabərdirsə mərkəzdən olan məsafələr də bərabər. Gəldim bu da. Bu da çox asan bir test nümunəsidir. Burada BAC-ni verib 60. Və qayda olaraq başa salmışdım ki, iki toxunan çəkilib və toxunanlar hansı nöqtədən çıxıbsa, o nöqtə ilə çevrənin mərkəzini birləşdirən parça tənbölən olur. Demək, bu bucaq 30 dərəcədir. Bu o A parçasının uzunluğu nə qədərdir? 24. Bura 24'dür, bu da radiusdur. Biz də bilirik ki, 30 dərəcəli bucaq qarşısındakı tərəf nəyə bərabərdir? Deməli, 30 dərəcəli bucaq qarşısındakı tərəf hipotenuzun yarısıdır. Bura 24-dürsə, bura olacaq 12. Bizdən soruşur ki, qövsün uzunluğunu tapın. Hansı qövsün? Bizdə də üzr istəyirəm. Demək, bizdən soruşur. Bax, bu qövsün uzunluğunu tapın deyir. Buradan bura radius çəkirəm. Bura 30-dursa, bura 60-dır. Onda burada 60, 120 dərəcədir. Bu qövsün dərəcə ölçüsü 120 dərəcədirsə, bu qövsün dərəcə ölçüsü 240. Radius 12-dir, qövsün də dərəcə ölçüsü 240. Demək, pi L bərabərdir nəyə? Pi R alfa böl 180 dərəcə. Alfanı bilirik 240 dərəcədir.
R-i də bilirik 12. Pi 12 vur 240 dərəcə. Böl 180 dərəcə. Bununla bu ixtisar gedər 60-a. 60 ixtisar gedəndə burada 3 qalır, burada 4. Həmin 3 ilə də 12 ixtisar gedər, 4 pi qalar. 4-ə də vuranda 16 pi. 16 pi. Demək, çevrənin uzunluğu nəyə bərabər imiş? 16 pi. Burada çevrə diametri vətərləri kəsişmə nöqtəsini kəsişərkən bu vətəri uzunluğu 3 sm və 7 sm olan parçalara bölür. Çevrə mərkəzindən vətərə qədər olan məsafə. Aha, çox rahat, bəli. Bunu da belə eləyəcəyik, baxın. Deməli, çevrə verilib. Baxırıq, çevrə verilib. Diametr vətəri, bax, bu diametri çəkdim. Vətəri kəsdik. 3 və 7 sm-lik hissələrə ayırdı vətəri. Vətəri uzunluğu 3 sm və 7 sm olan hissəyə ayırdı. Bu da çevrənin mərkəzidir. Buradan bura qədər olan məsafə, vətərə qədər olan məsafə bərabərdir 2 sm. Vətərə qədər olan məsafə deyirsə, demək bu vətəri 2 bərabər hissəyə bölməlidir. Vətərin uzunluğu 10 sm-dir. Yarısı 5 sm olacaq. Bax, bu hissə də 5 sm olacaq. Bax, bu mərkəzdən bura qədər olan hissədə 5 sm olacaq. 3 sm bura olduğuna görə burada qalacaq 2 sm. Bu məsafə bildirəndə buna perpendikulyardır. Bura 2, bura 2-dirsə, bu bucaq neçə dərəcə olacaq? 45 dərəcə. Vətərlə diametr arasındakı iti bucağı soruşur. Düzbucaqlı üst bucağın katetləri bərabərsə, bucağı 45 dərəcə yapmışdır. Oldu 45 dərəcə. Eyni qayda ilə, görürsünüz, burada bucağı verib 45 dərəcə. Belə çıxır ki, burada alınan düzbucaqlı üst bucağın katetləri bərabər. Keçirəm növbəti testin nümunəsinə. Bax, gəldim bura. Demək, bu bizə verib ki, düzbucaqlının AD tərəfinin uzunluğu 36 sm. Və bu çevrələrin hər ikisi eyni olduğu üçün, konqruent çevrələr olduğu üçün, bu düz diametr, daha doğrusu AD tərəfinin düz yarıya böləcək. Bax, bu AD tərəfi tök çəksən bura. Bura olacaq 18 sm. Və bu kiçik hissəni götürəm x. Bizə verib ki, bu kəsişmə nöqtələri arasındakı məsafə 12 sm-dir. Onda 12 sm, axı mən demişdim, diametr buna perpendikulyar düz ortasından keçəcək. Buranı böləcək 6 və 6. Uzunluqlu 2 hissəyə. Vətərlər haqqında qaydam nədir? Çevrə daxilində kəsişən iki vətərin kəsişdiyi nöqtədə ayrıldığı hissələrin bir-birinə vuranda hasili bərabər olur. 18-i vururam x-ə, bərabər olur 6 vur 6. Yəni 36-ya. X ilə bərabər olur nəyə? 36-nı böləm 18-ə edir 2. Deməli, bu hissə 2-dir. Bax, silirəm, axtardığım x-i tapdım. Artıq necə tapdım? 2. Demək, bu parçanın uzunluğu 2-dir. Buradan bura 18 və buradan bura 2-dirsə, bura nə qədər olur? 20. Demək, diametri 20 sm-dir. Bunu beləncəsinə də çəksəm 20 sm olacaq. Demək, bura oldu 20 sm. Bizdən də elə düzbucaqlının enini soruşurdu 20 sm. AB düzbucaqlının eni. Çox rahat bir şey tapşırır. Keçirəm növbəti test nümunəsinə. Burada radiusları verilib. Burada boş yer var, burada yazılır. Radiusları 15 və 17 sm olan iki çevrə xaricdən toxunur. Kiçik çevrənin bəli. Deməli, radiusları 2 dənə çevrə çəkirəm. Biri də böyük. Radiusun biri 15 sm-dir. Kiçik çevrənin radiusu 15 sm-dir. Böyük çevrənin radiusu 17 sm-dir. Heç bunu çəkməyəcəm, deyəcəm niyə çəkməyəcəm. Bu çevrənin A nöqtəsindən, yəni bu radiusun dəydiyi nöqtədən digər çevrəyə mərkəzlərini birləşdirək. Bu mərkəzidir. Böyük çevrənin mərkəzi. Mərkəzlərinə paralel bir dənə xətt çəkin. Paralel keçirilmiş. Toxunan böyük çevrəni B və C nöqtələrində kəsir. Buranı B və C nöqtələrində kəsir.
İndi bax fikir verək. Çevrənin radiusu, böyük çevrənin radiusu nə qədərdir? 17 santimetr. Və bu radius çevrə mərkəzi ilə çevrə üzərində olan nöqtəni birləşdirən parçaya deyilir. Bura 17 santimetr. Buradan da bura birləşdirsəm 17 santimetr olacaq. Burada kiçik çevrənin radiusu da 15 santimetr. Onda bu gördüyümüz bərabər yanlı üçbucağın hündürlüyü də 15 santimetr olacaq. 17 15 isə Pifaqorla hesablayanda 289-dan 225 çıxanda 64, bura olacaq 8 santimetr. Bax buradan. Bizdən soruşur ki, AB məsafəsini tap. Bax buradan bura qədər olan məsafə. Birinci biz çevrələr arasındakı məsafəni bilməliyik də. Xaricdən toxunan iki çevrənin mərkəzləri arasındakı məsafə radiusların cəminə bərabər. Birinin radiusu 15, birinin radiusu 17 olduğuna görə toplayıram 32. Demək, mərkəzlər arasındakı məsafə 32 santimetrdir. Bu məsafə, bu parça 8 santimetr olduğundan bunu paralel köçürdürəm bura. Bura da 8 santimetrdir. Və bu 32-dən 8-i çıxsam AB-ni tapıram. 32-dən 8 çıxanda da 24. Demək, AB parçasının uzunluğu 24 santimetr. Eyni qayda ilə növbəti misal yoxdur. Sadəcə bunu başa düşməliyik. Gəldim bura. 30-cu tapşırığa. Deməli, 2700 metrlik məsafədir. Traktorun 2 dənə təkəri, biri böyük təkərdir, biri kiçik təkərdir. Bu məsafəni qət edir. Təbii ki, təkərin uzunluğu kiçik olsa, bu məsafədə daha çox dövr eləyər. İndi kiçik təkərin uzunluğu böyük təkərin uzunluğundan 3 dəfə kiçik olduğuna görə 3 dəfə artıq dövr eləyəcək. Demə, nə edərəm? Bu məsafədəki dövrlərin sayına baxıram. 2700 metr məsafəni ölçü vahidini yazın. Kiçik çevrənin uzunluğunu götürürəm. Deməli, götürürəm kiçik çevrənin radiusunu R. Böyük çevrənin radiusu bundan 2-3 dəfə böyükdür. 3 dəfə kiçikdir. Kiçik 3 dəfə kiçikdirsə, böyük də bundan 3 dəfə böyükdür. 3R. Uzunluqlar nisbəti ilə radiuslar nisbətidir. Kiçik çevrənin radiusu R-dir, böyük çevrənin radiusu 3R-dir. Radiusu R olan çevrənin uzunluğu pi R-dir. Bu kiçik çevrənin dövrlərinin sayıdır. Böyük çevrənin dövrlərinin sayını soruşsun. Böyük çevrənin uzunluğuna böləcəm ki, neçə dənə dövr elədiyini tapalım. Onda 2 pi R düsturunda burada 3R qoysam olacaq 6 pi R. Bu, böyük çevrənin dövrlərinin sayı. Bu, kiçik çevrənin dövrlərinin sayı. Böyük çevrə daha az sayda dövr edir. Özdə nə qədər az dövr edir? 600 ədəd. Demək, böyük çevrənin dövrlərinin sayının üzərinə 600 dövr əlavə eləsəm, kiçik çevrənin dövrlərinin sayını alır. Mən görürəm ki, bərabərliyin hər tərəfini 100-ə bölə bilərəm. 100-ə böləndə nə alındı? 27 bölünsün pi R bərabərdir. Bu da 27 bölünsün 6 pi R. Plus 6. Bunu keçirdirəm bərabərliyin digər tərəfinə. Olur. 27 bölünsün pi R çıx. 27 bölünsün 6 pi R. Bərabərdə 6-ya. Ortaq məxrəc gətirsən bunlara. Ortaq məxrəc 6 pi R-dir. 6 pi R-i pi R-ə böləndə edir 6. Bunu buna vuranda 6-nı buna vuranda. Elə bir 6 dənə 27-dən çıxırsan 6, elə bir 3-ə də bölə bilərdim hər tərəfi. Daha asan da olar. 3-ə böləndə burada 9, burada da 9 olardı. Onda daha rahat olardı eləmək. 6 pi R-i pi R-ə bölərdim 6, vurardım 9-a 54. 54-dən çıxardım nəyi? 9-u. 54-dən çıxardım 9-u, bərabər eləyərdim 6. 54-dən 9 çıxanda edir 45. 45 bölünmüş 6 pi R bərabər oldu 6-ya. . 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
Burada uşaqlar səhv eləmiş ya. Baxın. 2 pi r olmalıdır. Çevrənin uzunluğu 2 pi r-dir. 2 pi r bu 6 pi r. Burada xəta eləmişim. Bir dənə düzəldim bunu. Fikri unutmuşam. Bax burada da 2 pi r olmalı. Çevrənin uzunluğu radiusu r olan çevrənin 2 pi r-dir. 2-ni unutmuşum. Bu elədi nə? 6 pi r böldüm 3 pi r. 81-dən çıxsan 27-ni 54 qalır. 54 bərabərdə 6-ya. 54 böl 6 pi r bərabərdə 6. Budur 6 ilə 54 ixtisar edən 9 bölünsün pi r bərabərdir 6-ya. R-i yerinə 3 qoysam 9, axı pi-ni verib bizə 3. 3 qoysam pi-ni yerinə 3 r alınır, bərabərdə 6-ya. 3-lər gedir, 3 bölünsün r bərabər olur 0,5. Demək kiçik çevrənin radiusu 0,5, böyük çevrənin də radiusu 1,5-dir. Yəni yenə də burada məntiq nə idi? Məsafəni çevrənin uzunluğuna böləndə dövrlərinin sayını verir. Deyir 600 dənə çox dövr edir. Kiçik çevrə böyük çevrədən 600 dənə daha çox dövr eləyəcək. Çevrənin uzunluğu kiçilsə, dövrlərinin sayı çoxalır. Belə. Gəldim 31-ə, açıq tipli test. Burada deyir ki, AB məsafəsini verir. AB məsafə, buna deyirəm D1, buna deyirəm D2, buna da deyirəm D3. AB məsafəsi diametrlərin cəminə deyilir də, D2, D3. Bərabərdə 12-yə. Bu çevrələrin uzunluqlarının cəmi. Bu çevrənin diametrini bilirsəniz, uzunluğu pi D1-dir. Bunun uzunluğu pi D2-dir, bu da pi D3-dür. Deməli, bunları pi-yə vurmalıyam da çevrənin uzunluğunu almaq üçün. Uzunluqlar. Bunları pi-yə vursam D1 plus D2 plus D3 bərabərdə 12 pi-yə. Demək, çevrələrin uzunluqlarının cəmi 12 pi-yə bərabər. Gəldi bura. Şəkildə verilmiş kongruent çevrələrin mərkəzləri koordinat oxları üzərində yerləşir. Onların uzunluqlarının cəmi verilib. Demək, burada 5 dənə çevrə görürük. Uzunluqlarının cəmi 20-dirsə, birini tapmaq üçün 20-ni, 20 pi-ni bölürəm 5-ə. Çevrənin uzunluğu olur 4 pi. Hər bir çevrənin uzunluğu 4 pi. 4 pi-dirsə, çevrənin uzunluğu 2 pi r olduğundan bərabər edirsən 4 pi-yə. Radius bərabər olur nəyə? 2-yə. Çevrənin radiusu 2 oldu. Bizdən soruşur ki, A, B, C, D 406-sı verilir. Perimetrini tap. Deməli, biz bu 406-nın perimetrini tapmalıyıq. Baxırıq bura. Bura nəyi verir bizə? Çevrənin radiusu 2-dir. Bura 2, bura 2-dirsə, bura verdi 4-dür. Buradan bura 4-dür. Buradan burada 4-dür. Biz düzbucaqlı üçbucaqda hipotenuzun tapılması qaydasıdır. 4 kök altı 3 olacaq. 4 kök altı 2. Bu da 4 kök altı 2. Bu qayda ilə 4 dənə 4 kök altı 2 olacaq. 16 kök altı 2. Eyni qayda ilə 34-cü tapşırıq həll olunur. Keçirik 35-ci tapşırığı. 35-də nə deyir? 35-də deyir K. Bu bucağı verib 50 dərəcə. K nöqtəsi medianların kəsişmə nöqtəsidir. Medianların kəsişmə nöqtəsidir və deyir M nöqtəsi AC parçasını tərəfini yarıya bölür. Demək, bunun özü də median. Və bu medianların kəsişmə nöqtəsi olduğundan medianlar kəsişmə nöqtəsində 2-nin 1-ə nisbətində bölünür. Deməli, MK-nın uzunluğu 9 cm-dir. Və bura 9 cm-dir. Medianlar kəsişəndə 2-nin 1-ə nisbətində bölünmürdü. Kəsişmə nöqtəsindən tərəfə qədər olan isə 1 paydır. Təpədən kəsişmə nöqtəsinə qədər olan isə 2 paydır. 1 pay 9-dursa 2 pay 18 olacaq. Bu da bizim çevrəmizin, çünki B deyir çevrənin mərkəz nöqtəsini. Çevrənin radiusunu verir. Radius oldu 18 cm. YK F-i soruşur.
YKF-i soruşur. Qövsün uzunluğu. Bu qövsün uzunluğunu tapmaq üçün radiusu bilirəm. Mərkəzi bucaqda elə qövsün dərəcə ölçüsüdür. Qövsün dərəcə ölçüsünü də bilirəm. L bərabər olur pi r alfa böl 180 dərəcə düsturunda. R-in yerinə qoyuram 18, alfanın da yerinə qoyuram 50. Pi vur 18 vur 50 böl 180 dərəcə. Sıfırlar gedir, 18 də gedir, qalır 5 pi. Deməli, həmin bu qövsün uzunluğu nəyə bərabər etmiş? 5 pi. Birinci bölməsidir, izah edirəm.